Hörmətli həmkarlar, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Çox sevinirəm ki, artıq belə bir konqreslərdə məhz psixoloqlara, psixoonkologlara da yer verilir. Bugün sizə çox həssas, amma bir o qədər də güclü bir mövzudan, psixoonkologiyadan danışmaqla çıxışıma başlamaq istəyirəm. Psixoonkologiya nədir? Psixoonkologiya xərçəng diaqnozu almış insanların və onların yaxınlarının psixoloji ehtiyacları ilə məşğul olan bir ixtisas sahəsidir. İndi isə süd vəzi xərçəngi aşkarlanması və müalicəsində xəstə psixologiyasını barədə danışmaq istəyərdim. Bu mərhələdə bəzi psixoloji faktorlar var ki, bu həm müalicə prosesinə, həm də diaqnostikaya birbaşa təsir göstərir. Ən əsas da erkən aşkarlanma prosesindən danışmaq istərdim. Qorxu və inkar. Bəzi qadınlar xərçəng olma ehtimalı ilə üzləşməkdən qorxurlar. Bunun üçün bəzən müayinələri və mammoqrafiyadan yayınırlar. Maariflənmə səviyyəsi aşağı olan xanımlar öz bədənini tanımadıkları üçün xəstəliyə dair məlumat azlığı erkən diaqnostikanı çətinləşdirə bilər. Stigmat və utanc. Biz bilirik ki, bizim cəmiyyətin bəzi stigmatları var. Məsələn, qadınlıq dəyərlərinin itməsi qorxusu. Bu da diaqnostikanı ciddi şəkildə dəyişdirilə bilər. Araşdırmalar göstərib ki, süd vəzi xərçəngi diaqnozu bir insanın həyatını tamamilə dəyişdirilməsi deməkdir və araşdırmalara görə bu xəstəlikdən əziyyət çəkən xəstələrin 30-40%-da depressiya, 40-60%-da isə anksiyete simptomları müşahidə olunur. Bu psixoloji yük bəzən tibbi müalicəyə adaptasiyanı da çətinləşdirə bilir. Süd vəzi xərçəngi diaqnozu qadınlar üçün çox ağır bir psixoloji sarsıntılara səbəb olur. Bu xəstəlik qadının qadınlıq imicinə, həyat tərzinə, həmçinin də bədən imicinə təsir göstərir. Diaqnoz alındıqda qadınlar ilkin mərhələdə inkar etsələr, qorxu və şok yaşayırlar. Etsələr belə, daha sonra bu duyğular özünü depressiya, qəzəb, bədən imicinin itirilməsi ilə bağlı narahatçılıqlar və sosial təcrid ilə əvəzləyə bilər. Xüsusilə süd vəzi əməliyyatı keçirilmiş xanımlar özlərinə, öz qadınlıq hisslərinə, öz qadınlıqlarına birbaşa inamı azalır. Bu səbəbdən də süd vəzi xərçəngi xəstələrinə yalnız tibbi müalicə deyil, eyni zamanda peşəkar psixoloji dəstək də verilməsi çox vacibdir. Çünki sağlam bir ruh bədənin sağalmasında əsas faktordur. Süd vəzi xərçənginin aşkarlanması və müalicə zamanı xəstə psixologiyası bir neçə mərhələlərə bölünür. Hansı ki, bu 5 əsas mərhələ hesab olunur. İlkin mərhələ şok və inkar mərhələsidir. Diaqnozu eşidən an xəstə bu mənim başıma gəlməz, gələ bilməz, bəlkə səhvdir kimi düşüncələr də yaşayır bu anda. Əslində o anda bir anlıq emosional iflic anı da kimi biz qiymətləndiririk. Qorxu və anksiyete mərhələsi xəstə ölüm qorxusu yaşayır bu mərhələdə. Çünki artıq müalicə prosesi başlamışdır. Kimyoterapiya, saçın tökülməsi və s. xəstədə ciddi ölümlə bağlı narahatlıqlar yaradır. Depressiya mərhələsi ümidsizlik, həyat enerjisinin azalması, həyat marağının itməsi görünə bilər. Artıq heç nə əvvəlki kimi olmayacaq düşüncəsi yaranır. Depressiya mərhələsində suisid halları da görülə bilər. Qəbul və mübarizə mərhələsi zamanla bəzi xəstələr artıq vəziyyəti qəbul edirlər və müalicəyə fokuslanmağa başlayırlar. Müəyyən dəstək qruplarıdır, psixoloji dəstəkdir. Bu mərhələdə daha onlar üçün qəbul edilən səviyyədə olur. Ən əsas mərhələ isə adaptasiya mərhələsidir. Bu mərhələdə xəstələr artıq şuurlu şəkildə müalicəyə adaptasiya prosesinə başlayırlar. Həyat səviyyələri dəyişir, özlərinə fokuslanmağa başlayırlar, ailələrinə fokuslanmağa başlayırlar və s. Risk faktorları və psixoloji profillərdən danışmaq istərdim. Risk faktorları dedikdə yəqin ki, hər birimizin ağlına ilk öncə nələr gəlir? Genetik risklər gəlir. Bilirik ki, bu genetik risklər süd vəzi və yumurtalıq xərçənginin riskini artırır. Bu genləri daşıyan qadınlar artıq öncədən psixoloji yük daşımış kimi hiss edirlər onlar daima. Yəni, mən də onsuz da gələcəkdə xəstə olacağım. Bu mənim anamda var və yaxud da nənəmdə olub və s. İkinci, stres faktorundan danışmaq istərdim. Biz bilirik ki, xroniki stres birbaşa immun sistemini zədələyir və bədənin xərçəng hüceyrələrinə qarşı müdafiəsini də azaldır.
Üçüncü risk faktorları qrupunda həm burada pessimistləri, həm də optimistləri qeyd etmişəm. Optimist yanaşmaya sahib olan xəstələr, yəqin ki, tez-tez mən özüm doktorlardan eşitmişəm ki, deyirlər necə olur? İki eyni xəstədir, biri daha başqa cür keçirir, eyni diaqnozu, eyni yaşdadılar. Biri tamamilə mənfi duyğularla keçirir. Optimist yanaşmaya sahib olan xəstələrdə müalicəyə uyğunluq daha yüksək olduğundan stres hormonu, kortizol səviyyəsi aşağı olur. İndi isə bununla bağlı biraz da açıqlama vermək istəyirəm. Müsbət düşüncəyə sahib olan optimistlər, daxili motivasiya gücü olanlar, yəni mübarizəni erkən qəbul edirlər və davamlılıq göstərirlər. Sosial dəstəyi qəbul edənlər tək qalmırlar və problemlərini bölüşərək emosional boşalma yaşayırlar. Stres idarə etmə bacarığı olanlar, təşviş, qorxu və depressiyanı idarə edə bilənlər, realist amma ümidli olanlar. Bəli, çətindir, amma müalicə olunmaq şansım var deyə düşünənlər. İndi isə bunun tam əksi süd vəzi xərçəngində vəziyyətdən çıxa bilməyən psixoloji tiplərdən, pessimistlərdən və ümidsizlər barədə danışım. Onsuz da faydası yoxdur deyə düşünürlər. Müalicəni yarımçıq buraxa, özlərinə baxmamağa başlaya bilərlər. Yüksək təşviş pozuntusu olan anksiyetiklər, daim ən pis ssenarini gözləyənlər, müalicə onsuz da kömək etməyəcək, mən öləcəm deyə düşünənlər, təkliyə çəkilənlər, problemlərini heç kimlə paylaşmayanlar, dəstək qəbul etməyənlər, belə insanlarda psixoloji gücləri də getdikcə azalır, ağır depressiyaya düşənlər, həyat eşqini tam itirənlər, özünə qulluqdan imtina edənlər, bəzən hətta müalicədən imtina edərək pasiv müqavimət də göstərirlər. Özünü günahlandıranlar bu insanlar emosional olaraq tükənmişdir, yaşayırlar və hər bir xəstəliyin səbəbi kimi özlərini günahlandırırlar. Xərçəng xəstələri streslə başa çıxmaq üçün fərqli strategiyalardan istifadə edirlər, yəni mübarizə strategiyaları deyə bilərik. Üç qrupa bölsək, bu strategiyalar əslində çoxdur. Bugün sadəcə üçündən danışmaq istədim. Aktiv coping, problemlərlə üzləşmək, xəstə problemini qəbul edir, məlumat toplayır, həkimlərlə açıq danışır, müalicədə aktiv şəkildə iştirak edir. Emosional coping, hisslərini bölüşür, kədərini, ağrısını paylaşır, emosional ifadəyə icazə verir həmən xəstələr və duyğularının bastırılmaması psixoloji rifahını da daha da gücləndirir. Qaçma və inkar belə bir psixologiyada müdafiə mexanizmi var. Bu xəstələr adətən öz xəstəliklərini görməzdən gəlirlər. Diaqnoz qoyulsa belə, sanki bu diaqnoz onlara qoyulmayıb kimi özlərini aparırlar. Uzun müddət bu onları bir psixalarının müdafiə qoruyucu kimi görünsə də, uzun müddət keçdikdə depressiyaya və sağlamlıq problemlərini artıra bilər. Elə yaş qrupları var ki, psixoloji baxımdan onlar bu xərçənglə bağlı mübarizəni daha tez qəbul edirlər. 50-65 yaş arası qadınlar əvvəldən həyat təcrübələri və çətinliklərlə üzləşdiklərinə görə onlara daha asan olur. 30-45 yaş arası ailəli və övlad sahibi olan qadınlar, bu yaşda olanlar da tez toparlana bilir. Çünki övladlarına görə yaşama motivasiyası güclü olurlar. Ən ağır toparlana bilən yaş qrupu 20-30 yaş arası gənc qadınlardır. Çünki gələcəklə bağlı onlarda müəyyən planlar var. Xəstəliklə bağlı, xəstəliyin gedişatı ilə bağlı, görünüşlərində baş vermiş dəyişikliklər, qadınlıq hissinin azalması onlarda özgüvənsizlik yarada bilir. Bu sahədə psixoloqlar xəstələrə fərdi, ailəvi və qrup formatında dəstək verir. Dünya Psixoonkologiya Dərnəyi və aparıcı onkologiya mərkəzləri tərəfindən tövsiyə olunan əsas terapiyalar var ki, bunlar süd vəzi xərçəngində və digər xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdə istifadə olunur. Kognitiv davranış terapiyası, məna mərkəzli terapiya, dəstək ifadə terapiyası, psixodinamikanı əlavə edə bilərəm, mindfulness, interpersonal terapiya və problemlərin həlli terapiyası. Seansların müddəti vəziyyətə görə dəyişir. Orta müddətli seanslar 12-24 seans olur, emosional adaptasiya və dəstək üçün.
qısa müddətli 6-12 seans olur. Ən əsas məsələ həkimlərin emosional adaptasiya dövründə xəstəni psixoloqa yönləndirilməsidir, onkopsixoloqa. Çünki əsas məsələ elə burada başlayır. Uzun müddətli terapiyalar isə xəstənin ehtiyacına görə 6 aydan daha uzun sürətdə davam edə bilər. Bir xəstə nümunəsi paylaşmaq istəyirəm. Vaka 38 yaşlı qadın tibb işçisidir, evlidir, bir övlad anasıdır. Diaqnozu sağ süd vəznində invaziv duqtal karsinoma. Üçüncü invaziv ola bilər bəzi bu tibb adlardır. Üzr sayın. İnvaziv duqtal karsinoma üçüncü mərhələ tibbi müalicədə cərrahi mastektomiya, kimyoterapiya və hormon terapiyası təyin olunmuşdur. Məhz psixoloqa mənə müraciət səbəbi əsasən bədən imici ilə bağlı problemlər yaşamağı, xəstəliyin və müalicənin gətirdiyi gələcək qorxusu və sosial təcrid və emosional qapanma. Belə xanımlar ailələri ilə bağlı münasibətlərdə də problemlər yaşayırlar və yaxud da sosial ətrafı ilə bağlı. Çünki artıq imiclərində baş verən dəyişikliklər onları bir qadın kimi hiss elətdirməkdə onlara mane törədir və sanki qadınlıq hissini itirmiş kimi hiss edirlər. Psixoloji qiymətləndirmə səviyyəsində orta səviyyəli depressiya, ağır anksiyete, bədən imici və kimlik məsələləri ilə bağlı pozuntular qeyd etmişdim. Terapiya planına kognitiv davranış terapiyası, mənfi avtomatik düşüncələrin aşkar edilməsi və dəyişdirilməsi, duyğusal ifadə terapiyası, xəstənin yaşadığı emosional ağrıları daha yaxşı anlaması və bu hissləri dilə gətirməsi. İlkin nəticələr 8 həftədən sonra özünü göstərdi. Depressiya və anksiyete simptomları azalmağa başladı. Bədən imici ilə bağlı müsbət dəyişikliklər baş verdi. Sosial fəaliyyətlərdə daha aktiv olmağa başladı. Ümumiyyətlə müalicə bitir, analizlər təmizdir. Həkim sən sağalmısan deyir, amma xəstə deyir, mən hələ də xərçənglə yaşayıram. Çünki travmanın psixoloji izi bədəndən tez getmir. Xəstə hər bir xırda ağrını belə xərçəng xəstəliyinin qayıdışı kimi qəbul edir. Bu mərhələdə posttravmatik stres pozuntusu, depressiya və ağır qorxu halları müşahidə olunur. Buna görə də müalicə bitdikdən sonra psixoloji dəstəyin olması çox vacibdir. Əziz həmkarlar, psixoonkologiya sadəcə sahə deyil. Bu xəstəliyin içində boğulan ruhların, niyə mən sualı ilə ağlayan anaların, ataların iç dünyasına gedən bir yoldur. Gəlin süd vəzi xərçəngi ilə mübarizə dedikdə, gəlin psixologiyanı bərpa və dəstək kimi yox, müalicənin özəyindən biri kimi qəbul edək. Bəzən bir cümlə, bir söz, bir baxış bir insanın həyatı yaşaması üçün səbəb ola bilər. Gəlin bu səbəb biz olaq. Sağlam gələcək, sağlam analardan başlayır. Təşəkkür edirəm.